Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir rezinkalı naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jilet, jaket, svitrə, papağa, nə istəsəz toxuya bilərsiniz. İlməkləri də ki 4-4'dür. Burada yığılıb. Neçə ilmək istəsə artırmaq istəsəz buradan 4-4 artırırıq. Burada artırırsınız buradan. Sapım da ki 100 qramlıq 350 metrəlik sapdır. İndi bunu rezinka toxumaq lazım deyil də, bu hələ özü rezinkadır. Ona görə belə milimi götürürəm. Bunun üstünə bir ilməklərimi yığıram. Bir neçə ilmək yığıram. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığıram milimin üstüne. Buradan da bir düğün atıram, açılmasın. Artık sapı da kestim. Şimdi burada birinci ilməni toxuyuram, tərs toxuyuram. 2, 3. Kənar ilməklə bir yerdə 3 ilmək. Tərs toxudum, bir düz. Yenə 1, 2, 3 ilmək. Tərs toxudum, bir ilmək düz. 1, 2, 3 ilmek ters toxudum. Bir ilmeği düz toxudum. Yine 1, 2, 3 ilmek ters. Bir düz. Yine 1, 2, buradan 3 ilmek yine ters. Şimdi buradan kenardaki ilmeği ters götürdüm. Bir düz götürdüm. Yine buradan 1, 2, 3 ters götürdüm. Buradan bir düz götürdüm. 1, 2, 3 ters, bir düz. Yine 3 ters, bir düz. 1, 2, 3 ters, bir düz. Kenarda da bir ters. Burada düz ilməkləri baxmaq lazımdır. Bu yüzden ters olan ilmək bu yüzden düz. O yüzden düzdür, bu yüzden tersdir. Həmin o ters ilməyin hər iki tərəfindəki ters toxuyuruq. 1, 2, 3. Bu sonra bir düz ilmək gəlir. Bu düz ilməklər o yüzden bu tərəfdə düşür, ters yüzdə bu tərəfdə. İndi yine burada burada ters ilmek var. Bu ters ilmeğin her tarafında bir ters. 3 ters olur. Yine bir düz. Yine 3 ters,
2, 3 ters, 1 düz. 1, 2, 3 ters, 1 düz. 2, 3 ters. Yine bura ters yüzüdür, düz yüzüdür. Bura ters yüzüdür. Düz yüzü bu tərəfdədir. İndi buradan yine birinci ilmeği ters götürdüm. Sonra düz ilmekdi. Ondan sonra yine 3 ters olur. 2, 3 ters, 1 düz. Yine 3 ters, 2, 3 ters, 1 düz. 2 sıra biraz çətin olur. Sayısız ilmekler yerine düşsün. Ondan sonra asan olur. Görünür də düz ilməklərlə tərs ilməklər. Bir düz, kənardakı da tərs. Formada. İndi bu yüzden bir sırada toxuyuram. Yine birinci sırada necə 3 tərs, 1 düz. Yine 3 ters, 1 düz. Yine 1, 2, 3 ters, 1 düz. Formada. Böyle bir nakşa alınır. O evvel toxuduğum, bu da indi. Biraz çok toxuyandan sonra eynin naxışdı. Neye istəsiniz toxuya bilərsiniz. Jiletə, jaketə, svitrə, papağa. Yani öyle çətin bir naxış değil. Təzə başlayanda 2 sıranı ilməkləri səhv salmırıq, toxuyuruq. Ondan sonra asan olur toxumaq. Eğer bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.